ala bilir. Bu çox belə yaxşı Ona görə əhval-ruhiyyə verir onlar mənə. dinləyicilər bizə daha doğrusu belə etibar edirlər, hər zaman təşəkkürünü bildirirlər və Faydalı olmağa faydalı çalışırıq. bəli olmağa çalışırıq. Bu gün də həmin günlərdən biridir. Diqqətiniz bizdə Cinsi zəiflik nədən yaranır və nədir cinsi zəiflik? və ətrafına da bunu məsləhət almaq istəmirlər. Ay, həkimə də getməyə utanır. Niyə Bilmirəm səbəb utanırlar nədir. doktor? Yəni xanımlar açıq-aşkar, yəni deyirlər ki, məsələn biz ginekoloji müayinəyə getdik. Kişilərdə isə bu androloji müayinəyə gedəndə belə həmişə gizlədirlər. Dost çevrəsinə utanırlar. Niyə bu belə olur? Aynur çox gözəl mövzuya toxundu. Ümumiyyətlə bu tip problemlərin erektil disfunksiya və ya cinsi zəiflik dediyimiz problemlərin həkimə getməmək səbəbi əsasən məlumatsızlıqdır. Sonradan isə bu məlumatsızlıq üzündən baş verən, yəni informasiyanın az olması, bilginin az olması üzündən baş verən utanmalar, komplekslər, çəkinmələr, birdən mənim məlumatlarım, yəni problemlərini həkimə demək gizli qalmaz, anonim qalmaz qorxuları və yaxud da bir də bir müasir dövrdə indi belədir ki, həkimlərə biraz inamsızlıq yaranıb. O inamsızlıq fonunda mənim gedəcəyim, yəni mənim o problemim var. O problem müalicə olunacaqmı, olunmayacaqmı? Onun da şübhələri var. Ona görə də insanlar çəkinir. Əslində yəni 10 il bundan əvvəlki müddətə qədər baxsaq, əvvəlki vaxtlara nisbətən insanlar daha yaxşı, daha çox həkimə müraciət edir. Bunun da səbəbi sosial şəbəkələr, informasiyanın artması və s. Amma bir qrup təbii ki, var ki, kütlə, mən deyirəm ki, məsələn, problemi olan 10-15% insanlar var ki, onlar hələ də həkimə getmirlər, çəkinirlər, amma mən buradan demək istəyirəm ki, çəkinməyə ehtiyac yoxdur. Yəni kişilərin elə ən böyük səhv odur ki, birinci çəkinirsiniz. Söhbət ondan getmir ki, hansı həkimə müraciət edəsiniz. Özünüzün sevdiyiniz, tapdığınız, bildiyiniz, güvəndiyiniz həkimə müraciət edin. Amma müraciət eləyin. Yəni androloji sahədən söhbət gedir, kişi xəstəliklərindən söhbət gedir. Çox doğru vurulacaq. Bir çox insanların məlumatı yoxdur, səriştəsi yoxdur, təcrübəsizdirlər bu sahədə. Ona görə müraciət etmirlər. Bəs o zaman istəyirəm ki, biraz biz maarifləndirək. Ümumiyyətlə bu erektil disfunksiya nədir? Cinsi zəiflik nədir? Necə bilək ki, bizdə cinsi zəiflik və o zaman həkimə biz müraciət edək? Son dövrlərin ən çox artan problemi kimi kişi cinsi xəstəlikləri içərisində əslində tək erektil disfunksiya yox, xroniki prostatit, cinsi əlaqənin erkən bitməsi və erektil disfunksiya və ya cinsi zəiflik deyirlər, belə başa düşürlər. Bizim insanlar cinsi zəiflik kimi də başa düşə bilərlər. Bu 3 problemi birlikdə qeyd etmək lazımdır. 3 problem adətən bir-biri ilə də əlaqəsi var. Cinsi əlaqənin erkən bitməsi cinsi zəifliyinə əlaqədardır. Həmçinin xroniki prostatit fonunda cinsi zəiflik və ya sərtləşmə problemləri kişilərdə yarana bilir və yaranır. Doktor, biz danışacağıq sizin müasir müalicə üsullarınızdan. Çünki bilirəm ki, çox müasir müalicə üsullarınız var ki, bunu demək olar ki, ilk tətbiq edən doktorlardan biri və birincisisiniz. Amma bunu birazdan danışacağıq. Dinləyicilərimiz də nəzəri bizdə olsun. Amma ondan öncə soruşmaq istəyirəm ki, cinsi zəifliyin növlərindən danışdıq. Hansı yəni funksiyaların hansı yollardan ola bilər, amma hansı əsasən yaş dönəmlərində bu daha çox özünü göstərir? Sərtləşmə probleminin və cinsi zəifliyin əsas səbəbləri 2 qrupa bölünür. Bu ya psixoloji, psixogen səbəblərdəndir və yaxud da orqanik səbəblərdən. Yəni ya cinsi orqanlarda problem var, cinsi infeksiyalar buna səbəb ola bilər, xroniki prostatit buna səbəb ola bilər, hormonal disbalans, xayaların yaxşı işləməməsi, kişi cinsi hormonu olan testosteronun miqdarının aşağı düşməsi, tək testosteron da deyil, həmçinin motivasiya hormonu olan, motivasiya mediatoru olan dopaminin miqdarının azalması və ya digər orqan xəstəlikləri. Məsəl üçün, qalxana bənzər vəzdə problem var. Adamda orta yaşlı bir kişidir, bədən çəkisi çoxdur, piylənmə çoxdur. Bu gətirib çıxardacaq təbii ki, cinsi funksiyanın da pozulmasına. Bu qalxana bənzər vəznin funksiyasının azalması və ya qalxana bənzər vəznin funksiyasının artması, hiperfunksiyasında. Digər hipofiz vəzi problemlərində və qaraciyər xəstəliklərində, şəkərli diabetdə, arterial təzyiqdə, yer gəlmişdən arterial təzyiq demişkən, məsələn, adamın arterial təzyiqi var. Bugünkü dövrdə orta yaşlı adamlarda demək olar ki, 5 nəfərdən 3-ündə arterial təzyiq xəstəliyi əziyyət çəkir və bu da gedir həkimə, kardioloqa və ürək-damar xəstəliklərlə məşğul olan həkim məcburən buna təzyiqi normallaşdırmaq üçün, kontrolda saxlamaq üçün təzyiqi azaldan dərmanlar yazır. Arterial təzyiqi azaldan demək olar ki, bütün dərmanlar erektil disfunksiya yaradır, sərtləşmə problemi yaradır. Bunu da bilmək lazımdır. Maraqlı açıqlamaydı. Çox maraqlı bir məlumat idi. Bəli, bir də paralel eyni vaxtda görürsüz ki, adamın məsəl üçün ürək-damar problemi var və yaxud da stent qoyulub həmin insana və yaxud da açıq ürək əməliyyatı olunub. Hər hansısa bir ürək-damar xəstəliyinə əziyyət çəkir.
Paralel də bizdə insanlarda bəzi dərmanı atandan sonra özlərini yaxşı hiss edəndən sonra zərərli vərdişlərdən əl çəkmək istəmirlər. Yəni spirtli içki və siqaretin istifadəsi. Bəli. Bu da sərtləşmə probleminə gətirib çıxardır. Onsuz da damar divarı zəif olmuş toxumaları biraz da, yəni belə deyək ki, deməli funksiyasını salır aşağı, damarın divarı elastikliyi azalır, damarda qan axımı pozulur. Qan axımının da pozulması nə deməkdir? Cinsi orqana az qanın gəlməsidir və ya kontrolsuz qan gəlməsidir. Bəli. Doktor, belə də eşitmişik ki, əsəbi olmaq, nevroz və yaxud da depressiyaya Günümüzün düşdüyümüz zaman, bəli, danılmaz bir faktlardır ki, çox xüsusilə kişilər çox əsəbləşirlər, əsəbi olurlar. Bunun da cinsi səbəbi, yəni zəifliyi səbəb ola bilərmi? Təsəvvür eləyək ki, bir kişi deməli heç bir xəstəlikdən əziyyət çəkmir. Bədən çəkisində piylənmə problemi yoxdur, hər şey qaydasındadır. Üstəgəl şəkərli diabet yoxdur. Adamın, yəni orqanik hər hansısa problemi yoxdur. Amma yorğunluq, yuxusuzluq, stres, aşırı qayğılar, planlar, uzun vadəli fikirləşmələr bu insanın düşüncələrini, beynini yorur. Yəni belə bir söz var ki, deyirlər ən cinsi aktiv orqan əslində cinsi orqan yox, beyindir. Beyni siz gün ərzində onun deməli öz funksiyasını nə qədər bacarırsa, siz gün ərzində onu yükləyirsinizsə, o artıq cinsi funksiyanı yerinə yetirmək gücü qalmayacaq. Və nəticədə də bu gətirib erektil disfunksiyaya və yaxud da erkən boşalma, cinsi əlaqənin erkən bitməsinə, həmçinin deməli cinsi funksiyanın pozulmasına gətirib çıxarda bilər. Bura kişi cinsi hormonunun miqdarının azalması da aid eləmək olar. Onda doktor belə çıxır ki, o stres ərəfəsində bəzi bəylər var ki, hansı ki sakitləşdirmək üçün dərmanlardan istifadə edirlər. Bunlar da təsir edə bilirmi? Bəli, deməli sakitləşdirmək üçün olan dərmanlar əgər neyrotrop və psixotrop dərmanlardırsa, bunlar birbaşa cinsi sistemə təsir göstərən beyin mərkəzlərini tormozlayır. Yəni beyin mərkəzlərdə tormozdan sonra təbii ki, cinsi funksiyanın azalması, libidonun azalması, yəni həvəssizliyə gətirib çıxardacaq. Dolayısıyla yolla ereksiyanın pozulmasına, yəni sərtləşmənin pozulmasına gətirib çıxarda bilir. Ona görə də əziz bəylərimiz, gördünüz ki, stresə düşürsüz. Fikirləşməyin ki, kişilər ağlamaz, şüarından getməyin. Oturun, ürəyinizi boşaltın. Bəli. Ağlayın, stresə düşməyin. Düzdür doktor? Bəli, yorğunluq, yuxusuzluq, stres, aşırı fiziki gərginlik kişi cinsi sistemini çökdürür. Mənim bəzi pasiyentlərim var. Bu yazıq bəylər neynəsin, ay doktor? İndi mən deyəcəm. Mənim bəzi pasiyentlərim var. Onlar məsəl üçün ağır fiziki məşq edirlər və zala daxil olduqdan sonra 2 saat, 2 saat yarım bunlar deməli idmanla məşğul olurlar. Yaş da təxminən 30 və daha yuxarıdır. Deməli 30 yaşdan yuxarı bunun bir fiziologiyasını izah etmək istəyirəm. 30 yaşdan yuxarı kişilər adətən 1 saat ərzində 45 dəqiqə 1 saat ərzində zaldan çıxmalıdırlar idmandan. Çünki uzun müddət məşq artıq tərs effekti yaradır. Yəni yorğunluq yaradır. Dolayısıyla olan testosteronu stimulyasiya edib qaldırmaq əvəzinə dayda endirirlər, dayda zəiflədir və nəticədə problemlər yaraşır. Qaş düzəltdikləri yerdə Bəli. Onun üçün kontrol da olmaq lazımdır.